Valideynlər burada nəyi səhv eləyir? Sapla bağlaya bilirlər, özləri qoparda bilirlər. Doktor, uşaqlarda yaranan ziyillərlə bağlı valideynlərin etdiyi səhv. Ziyil virus mənşəlidir, bildiyimiz kimi HPV viruslarından. Yəni bu bir yayğın virusdur. Təəssüf ki, kontakt vasitəsilə də keçir. Bu o deməkdir ki, uşaqların immuniteti də aşağı olur adətən və o viruslar daha çox onlarda fəsad törətməyə başlayır. Yəni valideynlər burada nəyi səhv eləyir? Törəməni gördükləri zaman sıxa bilirlər, sapla bağlaya bilirlər, özləri qoparda bilirlər və yaxud aptekdən alınan müəyyən məhlullarla vuraraq yandıra bilirlər. Bəli, bəzən olur, uşaqları gətirirlər, valideyn etiraf eləyir ki, hə vurdum. Onlar çox kəskin qələvi məhlullardır ki, hansı ki sağlam toxumanı da aşılayır və yandırır, kimyəvi yanıq törədir. Bu çapığa əmələ gətirə bilər, ikincili infeksiyalaşma yarada bilər, çünki siz orada yara eləyirsiniz, suluq eləyirsiniz və orada bakteriya düşmə ehtimalı daha çoxdur. Ona görə yaxşı olar ki, əgər elə bir şəkildə viruslarla rastlaşırlar, ziyillər görürlərsə, mütləq mütəxəssisə müraciət etsinlər. Yəni oyun oynamaq olmaz bu törəmələrlə. Çünki bəzən bilmirlər, elə bir törəmələr var ki, onlar hətta xərçəng riskinə doğru gedə bilər. Ona görə yaxşı olar ki, diqqətli davransınlar, xüsusən də uşaqlarda.